English vocabulary news elementary, İngilis dilində işlənən sözlər, elementar səviyyə, Unit 2, ikinci dərs, birth, marriage and death, doğum, evlilik və ölüm. A paragrafına baxırıq, birth haqqındadır, bu birth doğum deməkdir. Anna had a baby yesterday, Anna'nın dünən uşağı olub. He was born at 1:15 yesterday morning, o dünən səhər 1:15-də dünyaya gəlib. He weighed 3 kilograms. Onun 3 kilogram çəkisi var idi. They are going to call him John. Onlar onun adını John qoydular. After John, his grandfather. Onun babasının adı kimi. His grandfather's birthday is June 16th too. Onun babasının doğum günü iyunun 16'sındadır həmçinin. But he was born in 1957. Lakin o 1957-ci ildə dünyaya gəlib. The baby's parents were born in 1986. Uşağın valideynləri 1986-cı ildə dünyaya gəlib. Common mistakes. Harada biz səhv edə bilərik. Anna had a baby. Anna'nın uşağı olub. Not Anna got a baby. Biz Anna got a baby demək səhvdir. He, she was born deyirik bir kəsin dünyaya gəlməsi. He born, she born demək səhvdir. Və yaxud she is born, he is born demək səhvdir. Gərək deyəsən ki, he was born və yaxud she was born.